Sokar Karbamid zavodu Dünya İqtisadi Forumunun nüfuzlu qlobal mayak şəbəkəsinə üzv qəbul edilib. Zavod forumun rəqəmsal mayak mükafatına da layiq görülüb. Sokar Karbamid zavodu dünya sənaye nəhəngləri sırasına daxil olub. Müəssisə rəqəmsal texnologiyaların tətbiqindəki uğurlarına görə mükafata layiq görülüb. Sokar Karbamid zavodu Dünya İqtisadi Forumunun nüfuzlu qlobal mayak şəbəkəsinə üzv qəbul edilib. Eyni zamanda forumun rəqəmsal mayak mükafatına layiq görülüb. Bu nailiyyət zavodda süni intellekt, sənaye 4.0 və enerji səmərliliyi sahəsində qabaqcı texnologiyaların beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Sokar Karbamid Mərkəzi Asiya regionunda və Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu platformaya qoşulan ilk zavoddur. Sokar isə dünyada 3 rəqəmsal mayak mükafatına sahib olan yeganə enerji şirkətidir. Analitik həllərin tətbiqi ilə istismar gücünün yaxşılaşdırılması və xərclərin azaldılmasına nail olunmuşdur. Ümumi olaraq qeyd edə bilərəm ki, yəni bu dövr ərzində bizim zavodun istehsal gücü 21%-dən çox artırılmışdır. Səmərəlilik baxımından hər ton karbamid istehsalı üçün istifadə olunan yanacaq sərfiyyatı, təbii qaz yanacağı 24%-dən çox azaldılmışdır. Zavod hazırda süni intellekt və avtomatlaşdırılmış sistemlərlə idarə olunur. Bu isə itkiləri minimuma endirməklə istehsalı maksimuma çatdırır. Qeyd edək ki, Karbamid zavodu bugün daxili gübrə tələbatını 100% qarşılayır. Bu da ümumi istehsalın 12%-idir. İstehsal olunan məhsulun böyük hissəsi xarici bazarlara ixrac olunur. Azərbaycan gübrə sahəsində mühüm ixracatçıya çevrilib. Sokar üçün sənaye 4-ün tətbiqi bir trend deyil. Bu bizim üçün gündəlik həyatda maksimal dərəcədə tətbiq sahəsində təhlükəsizliyin təmin olunması, rəqəmsallaşmanın artırılması, zavodda istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılması və iqtisadi göstəricilərin artırılması üçün istifadə olunan həllər yollarıdır. Qlobal mayak şəbəkəsi 2018-ci ildə təsis olunub. 2020-ci ildə Petkim, 2021-ci ildə isə Star Neft emalı zavodu rəqəmsal mayak mükafatına layiq görülüb. Nurlan Şiraliyev, Əzzəzov, ATV Xəbər.